Sual budur ki, indi bu sosial şəbəkələrdə ateistlər çoxalıb da, belə şübhə gətirirlər ki, yəni Adəm əleyhissalam nəsil necə artıb, yəni necə olub? Bacı qardaş bir-birinə evləniblər. Yəni bu necə ola bilər ki? Yəni o şübhə kimi gətirirlər ki. Əslində baxın əziz qardaşlar, İnsan hansı elmə can atmalıdır? O elm ki, sənə fayda verir. Və o elmi öyrənməsə, sənə zərər verir. Müsəlman həris olmalıdır bunun üzərinə. Düzdür? Bax, Adəm Peyğəmbərin övladları, bəşəriyyətin nəsli necə artıb, onlar bacı qardaş mı evlənib? Bu məlumat var, bu elm. Nə kimi fayda verir sənə? Heç bir faydası yoxdur. Bu elmdən cahil qalsan, bilməsən, nəsə bir zərəri var sənə? Bu ilk olaraq, cavab olaraq deyirəm, Emil. Yəni, müqəddimə olaraq deyirəm. Heç bir zərəri yoxdur bunun. İbrahim məsələn, bilmədi bunu. Nəsil necə artıb? İlk insan yer üzündə Adəm Peyğəmbər olub, onların nəsil necə artıb? İbrahim bilmədi bunu. Onun elminə nəsə zərər oldu? Yox, vallahi. Yaxud bildin bunu. Nə artdı, nə fayda verdi? Heç bir şey yoxdur, yəni. Allah subhanahu və teala səndən soruşmayacaq öləndə. Qiyamət günü, nə də qəbirdə. Belə bir sual yoxdur. Ey qulum, ey Adəm övladı, sən niyə öyrənmədin? Nəsil necə artıb? Bacı qardaş mı evlənib və s. bu kimi şeylər. Yoxdur. İkincisi, vallahi, nə Qur'anda, Allahın kitabında, nə də Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində məlumat yoxdur ki, bacı qardaş evlənib. Adəmin qızı ilə oğlu biri-birindən evləniblər. Yoxdur. Allahın kitabında belə bir ayə yoxdur. Heç kim sənə sübut edə bilməz. Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih hədislərində bu barədə heç nə yoxdur. Məsələ qeybi məsələdir, yoxsa yox? Məsələ qeybi məsələdir. Bunu bilmək üçün vəhy sənə xəbər verməlidir. Vəhy ilə xəbər almalısan və vəhyə əsasən danışmalısan, deməlisən. Və biz baxanda görürük ki, Allah subhanahu və teala xəbər verməyib. Niyə? Çünki burada heç nə yoxdur ona görə. Nəyə lazımdır ki bu? Bax, o, Xalis, Qur'anda qıssalar var, Məsələn, Nuh Peyğəmbərin qıssası, Adəm Peyğəmbərin qıssası, Süleyman, İbrahim, İsa. O qıssalərdən, hekayələrdən məqsəd nədir? İbrət alasan, imanın artsın, götürəsən, düzdür? Hətta vallahi, bax, İbrahim Peyğəmbərin həyatında o qövmü ilə neçə il yaşadı da, o boyda hadisələrin hamısı Quranda var, yoxdur. Bir neçə səhifədir. Niyə bir neçə səhifə demir səncə? Hardakı fayda yeri var, Allah subhanahu və teala onu qeyd edib, sənə o lazımdır, onu götürəsən. Bir neçə səhifə danışır, vallah. İbrahim Peyğəmbərin həyatı bir 6-7 səhifədə ibarət olmayıb ki, qövmü ilə. Amma o lazımsız şeylər lazım deyil. Allah subhanahu və teala hamısını bir xəbər verməyib bizə. Lazım olan şeyləri bizə xəbər verib ki, ibrət alaq, öyrənək, faydalanaq özümüz üçün. Bunu xəbər verməyib. Bunu nəyi? Əhsən, nəslin necə artması barəsində xəbər verməyib bizə. Lazım deyil. Yəni, bu məsələ qeybi məsələdir. Heç kim Qur'anla sübut edə bilməz ki, Adəm Peyğəmbərin oğlu qızı, bacı qardaş evləniblər. Qeybdir bu.
Yoxdur heç nə. Səhih hədislərdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xəbər verməyib. Yaxşı, bu hardan gəlib? Aleykümselam. Bu hardan gəlib? Emil. İsrailiyyatdan. İsrailiyyatdan bir Hə? kitab əhlindən. Kitab əhlindən, əhsən. Yahudi və xristianların kitablarından. Hə, əyləş qardaş, rahat əyləş. Bu gəlib hardan? İsrailiyyatdan. Bəzi müarrixlər, tarixçilər İsrailiyyatdan bu xəbəri veriblər ki, Adəm peyğəmbərin nəsli bacı qardaş evləniblər. Bu xəbər oradan gəlib. Amma bizim dində, kitabda, Quran və sünnədə bu barədə heç nə yoxdur. Bundan əlavə biz deyirik, qardaşım, Allah subhanahu və teala Emil səncə qadirdir Adəmin nəslini elə artırsın ki, bacı qardaş evlənmədən. Buna qadirdir yoxsa yox? Sən necə bəs etiqad edirsən ki, Allah hər şeyə qadirdir? Allah hər şeyə qadir etiqadını edirsən, qadirdir etiqadını edirsənsə, bundan nə şəkk edirsən ki? Yəni, belə cavab vermiyorlar da. Mən etiqad edirəm ki, Allah subhanahu və teala Qurana əsasən hər şeyə qadirdir və qadirdir ki, bacı qardaş evlənmədən nəsli hansısa yolla artırsın. Məsələn, Adəm peyğəmbər izdivac, yaxınlıq vasitəsilə olub, gəlib dünyaya yox. Allah Taala onu torpaqdan xəlq edib. Yaxud Həvvanı cima yolundan olub, yox. Qabırğasından xəlq edib, Adəmdən xəlq edib. Yaxud məsələn İsa peyğəmbər necə xəlq olub ki? Atasız. Yəni Allahın buna gücü çatır qardaş, yoxsa yox? Belə xəlq etməyə istədiyi kimi. Və biz deyirik ki, ola bilər ki, Allah subhanahu və teala'nın gücü çatır, qadirdir ki, Adəmin nəslini bacı qardaş evlənmədən artırsın. Nə işgal var, nə problem var ki burada? Düz demirəm? Bundan əlavə biz deyirik ki, qardaşım, lap hesab edək ki, evləniblər biri-birindən. Bizdən qabaqki olan şəriətdə, bu cavablardır deyirəm, bir neçə cavab var, aydındır. Zərurət olub deyə o vaxt. Zərurətdir axı, nəsil artmalıdır. Və 2 övladı var. Biri-birindən evlənməlidir, zəruri haldır. Məsləhət Emil, evləniblər və sonradan bu haram edilib. O hissəsi aradan qalxandan sonradan haram edilib. Quranda açıq aydın haram edib Allah subhanahu və teala. Məhrəmlərlə evlənmək deyəndə. Və burada nə problem var ki, şəriətdə bəzi şəriətlər olub ki, məsələn, Musadan qabaq olan şəriətdə falan şey bir cür olub, Musanın şəriətində o başqa cür deyilib. O vaxt üçün o elə idi, sonradan Allah subhanahu və teala belə hökm etdi. İndi o vaxtda da Adəm övladları olanda ola bilər ki, o vaxtı şəriəti üçün bu icazəli olsun. Nədən icazəli olsun? Bu zəruri hal olduğu üçün, bu məsləhət olduğu üçün, o haldan çıxmaq üçün müəyyən bir vaxtda olan hökmdür bu. Əsas bizə nə deyindi? Əsas bizim üçün müsəlmanlara nədir? Bacı qardaş evlənmək icazəlidir yoxsa yox? Yox, haramdır. Allah subhanahu və teala haram edib. Burada nə problem var ki? Burada heç bir işgal yoxdur. Bundan əlavə, Xalis, bu sualı kim verir səncə? Ateistlər, şübhə əhli. Bax, bir insaf əhli ol, düzgün cavab ver. Heç sənin bir müsəlman kimi gəlib ağlava hasansa, görürsən Adəm peyğəmbərin övladı necə artıb? Yox. Bir nəyə lazımdır ki bu? Sənin gəlib ağlava, İbrahim hasansa fikirləşmirsən, görəsən necə? Fakt olaraq artıb. Yox. Biz varıq və yer üzündə ilk insan Adəm olub. Və hamısı onun övladlarıdır. Adəm övladı. Düzdür? Bəşəriyyətin atası Adəmdir. Artıb. Və necə artıb? Mən neynirəm ki, necə artıb? Nəyə lazımdır ki, bunu bilmək necə artıb? Mən bir müsəlman olaraq gəlməyib mənim ağlıma bu sual heç vaxt. Və sizin də ağlınıza gəlməyib. Nəyə görə gəlsin ki? Ateist, dinsiz, Allahı inkar edən, onlar, yadda saxlayın bunu, vallahi. İndiki ateistlər, biri var, insan ateistdir və qalıb özü üçün deyir, yaradan yoxdur filan, mən inanmıram. Böyle yaşıyor özü üçün. Biri də var, ateistdir. O ateistini saxlayaq, o məqsəd yönlü ateistdir. O, müsəlmanların arasına girib
müsəlmanların qəlbində şübhə yaratsın deyə var həyatda ateisti. O müsəlmanları şəkkə salsın deyə ateisti. Bəlkə də yahudidir, masondur, harasa xidmət edir, bəlkə də içəridə başqa cürdür. O məqsəd yönlü var ateisti. Məqsəd yönlü ateisti. Məqsəd yönlü dini dağıtmaq üçün gəlib girib müsəlmanlar arasına. Fəaliyyəti budur yəni. Belə insanlar var həyatda. Ona görə bax, görmürsən, qaldırdığı söhbətlərə bax. Deyir ki, Məhəmməd Peyğəmbər 9 yaşında qızla evlənib. Niyə? Eyb tutur. Səni Peyğəmbərimizdən soğutsun, diksindirsin, sənin qəlbinə biraz haqqında nəsə salsın, vallahi. Sən təsəvvür edirsən, Xaliz, mən bu danışanda bu mövzunu demişdim. 14 əsrdir bu problem olmayıb yəni. Bu 9 yaşında evlənməyi Ayşə ilə 1400 ildir alimlər, yer üzündə olan alimlər danışmayıblar bunu. O hədisi şərh edənlər bu barədə toxunmayıblar. Niyə? Çünki adi bir şeydir. Evlənib. Normaldır. O vaxt üçün normal idi. Sən indiki 9 yaşla ölçüb, aid edəndə ora pis sıxır. Baş sala bildim. Yəni siz təsəvvür edin, Peyğəmbərin vaxtında düşmənlər var idi. Düşmənlər. Xırda bir şey axtarırdılar ki, isqat etsinlər, gözdən salsınlar Muhammədi. Xırda bir şey axtarırdılar. Abu Cəhl olsun, falan olsun, münafiqlər. Xırda şey tapanda ilişirdilər ki, onun gətirdiyi dəvəti yalan saysınlar. İsqat etsinlər, düşürtsünlər. Əgər bu problemli bir şey olsaydı, Ayşə ilə 9 yaşında evlənməsi, dərhal ona irad tutardılar. Heç bir irad tutmamışdı. Yaxud məsələn bu kimi şeylər, yaxud indi orada çoxdur ateistlər belə şeylər danışırlar da. Oğulluğa götürdüyü Zeydin arvadınla evlənir falan. Bunlar hamısı məqsəd yönlüdür. İndi bu bacı-qardaş evlilik. Qardaş, bu sualı ateist deyirsə sənə şübhəni, sən təsəvvür elə, bax yadda saxlayın məndən. Vallahi deyirəm. Heç bir ateist yer üzündə sənə sübut edə bilməz ki, bacı ilə qardaşın evlənməsi qadağandır, icazəli deyil, olmaz. Heç bir ateist bunu sübut edə bilməz sənə. Ateist nədir? Dinsizdir, qanun yoxdur, şəriət yoxdur, Rəbb, Allah yoxdur. Rəbbi yoxdur onun, qadağan, halal, nə olar, nə olmaz, nə etmək olar, nə etmək olmaz deyən bir şəriət bunun üçün yoxdur heç nə. Meyyar, ölçü yoxdur buna. O ateist sənə necə gəlib sübut edəcək ki, bacı-qardaş evlənmək olmaz. Mən deyirəm ki, evlənmək olar. Sən mənə necə sübut edəcəksən ki, evlənmək olmaz? Misal üçün deyirəm. Ateist deyəməyəcək sənə bunu cavabı. Vallahi deyirəm, nə cavab versə, indi var axı cavabları. Qaçmaq üçün. Məsələn, biri ilə danışıram, deyir ki, yox, bizim cəmiyyətdə deyir, bu yaxşı şey. Bizim cəmiyyətdə pisdir, falan cəmiyyətdə yaxşıdır. Cəmiyyətlər var ki, orada yaxşı demir. Yəni deməsin ki, olar? Yox, bu mən şəxsi fikrim. Sənin şəxsi fikrini saxlayıram mən. Sən iyrənirsən. Sən deyirsən normal şey deyil. Adamlar fərdi olaraq deyir ki, icazəlidir bu. Yəni sənə görə olar, olmaz, ölçü yoxdur. Niyə olmaz? Yəni sən müsəlman olaraq deyirsən ki, mən deyirəm olmaz çünki Allah haram edib. Səndə Allah yoxdur. Sən niyə olmaz söhbətini mənə çatdıra bilməyəcəksən. Vallahi gedir dağa, daşa dırmaşır, fırlanır, gah mıxa vurur, deyirlər, gah nala vurur, fırlanır, gəlir, ölçü yoxdur. Dabit yoxdur, Emil. Başa sala bilin, dabit yoxdur. Nə deməkdir? Niyə bacı-qardaş evlənmək olmaz? Ateist deyir ki, olmaz. Niyə olmaz? Olar. Sənə görə olar əslində. Amma sən olmaz deyirsən, çünki utanırsan, qorxursan. Əslində bir olmaz sözünə meyarın yoxdur sənin, ölçün yoxdur sənin, problem yoxdur sənə görə. Sən nədən danışırsan? Sən kimə nə deyirsən ki? Başa sala bildim. Ona görə vallahi YouTube'da bir ateist var, müsəlmanla söhbət edir. Böyük ateistlərin böyüklərindəndir. Böyüklərindəndir. Mən adını unutmuşam, ingilisdir. Səhv eləmirəmsə. Müsəlmanların birindən söhbət edir. Çıxa bilmir. Yoxdur axı bir, dabit yoxdur. Desin ki, olmaz. Bilirsən nə deyir? Deyir, əgər bacı-qardaş razıdırlarsa evlənmək olar, problem yoxdur deyir. Belə deyir. Niyə? Çünki başqa cavabı yoxdur yəni. Başqa cavab hara fırlatsa şəxsi fərqi olaraq özünə aid olur. Mən eləmərəm deyir. Sən eləmərsən, qardaş, bildim, sən eləmə. Amma eləməməyə dair nəyin var sənin? Başa sala bildim fikrimi? Eləməməyə dair, evlənməməyə dair, qadağan olmasına dair nəsə fikrin var sənin? Hansı ölçü ilə deyirsən ki, olmaz? Ona görə onlarda əxlaq ölçüsü yoxdur yəni. Bax, nə pisdir, nə yaxşıdır. Sənə görə niyə pisdir ki, oğurluq eləmək? Niyə pisdir ki bu? Niyə pisdir ki bu? Niyə pisdir zina? Niyə pis?
Nəyə görə pisdir? Mən deyirəm ki, cəzası var, aqibəti var, haram edilib, Allah soruşacaq. Mən inanıram, amma sən inanmırsan. Sənə görə niyə elədi ki? Ona görə sənə görə pis anlayışı yoxdur yəni əslində. Ateist belə bir insan gəlir deyir ki sənə sizin dində bacı-qardaş evliliyi var. Nə gündəsiz? Yəni dinə ləkə yaxmaq istəyir, yəni problem yaratmaq istəyir yəni. Amma özü bəlkə də hər şey eləyir. Çünki xalis hər şey eləməməyə qarşısını alan bir şey yoxdur ona görə. Başa sala bildin fikrimi? Ateistin qarşısını alan bir şey yoxdur. Yəni meyar, ölçü yoxdur yəni. Onun qarşısını alsın, desin ki olmaz yəni, qadağandır yəni. Öz başına da rahatdır yəni. Yəni bir insanın üzərində ki sən etiqad etmirsən ki, idarə edən yoxdur, baxan yoxdur, görmür, soruşmayacaq. Sən azadsan. Bacındır, istəyir evlənmək, evlənirsən. Yox, qadağan. Biri söhbət eləyir, deyir ki, yox, fitrətlə olmaz deyir. Fitrət buna yox deyir. Yəni insanın fitrət təbiət. Qardaş, sən fitrətdən niyə danışırsan? Fitrət sözü hardan gəlib? Şəriətdən gəlib. Fitratallahi'lleti fataran-nase aleyha. Fitrət dini istilahdır, dini termindir. Səndə din yoxdur, yəni fitrəti hüccət gətirə bilmərsən ki, olmaz. Hüccət bizdədir, yəni. Fitrət bizdədir, yəni. Ha başqa şey tap. O tapa bilmir. İnsanın təbiəti, insanın fitrəti. Allah belə fitrəti qoyan dindir. Allahdır subhanahu və teala. Sənin deyəcək bir şeyin yoxdur, yəni olmaza dair. Ona görə səndə olar, sən niyə danışırsan ki? Sən it əti də yeyəcəksən rahat, pişik əti də yeyəcəksən, domuz əti də yeyirsən istədiyin kimi. Olar olmaz söhbəti yoxdur axı səndə. Bacı ilə evlənmirsən, sən bacı ilə evlənə bilərsən, sən ananla da evlənə bilərsən, istədiyin məhrəmlərinlə yaxınlıq edə bilərsən. Bir qadağa yoxdur axı, həddi səndə, kimsə qoysun onu. O qoyan var, biz deyirik, bizim Rəbbimizdir. O səndə yoxdur. Sən niyə eləməyəsən ki? Nə desə, vallahi hamısına cavab var. Nə desə. Biz hansı cəmiyyətdə yaşayırıq deyir. Azərbaycanda bu yol verilməzdir. Başa düşdün? Başqa cəmiyyətdə icazəlidir bu. Deməli, başqa cəmiyyət üçün bu yəni bu olar yəni. Sən burada doğulmusan, burada icazə yoxdur. Bu cəmiyyətə sığmır. Başa düşdün? Amma bu cavab deyil axı, yəni bu. Hər bir halda belə hesab edirəm, başa sala bildim Emil. Özündə. Hə? Evet. Bəs edir.